Think twice before doing any guilty. On the contrary, you'll answer all the actions. You didn't come to the world to trap anyone. Don't do that. You're also a man, and every your actions will return to yourself. Don't do that. Geçirir insan kısa ömrünü imtihan olarak. Günahlarına cevap olur emelin sonunda. Bu kısa ömrü yaşayak gerek vicdanla, inanla. İnsanlık adını yaşadak gerek bu kısa zamanda. 50 ilin bir hissəsi yuxuda, dayanacaqda, tıxacda, bağçada, məktəbdə, həkimdə və s. Həyatın mənalı olması üçün həmin anları pozitiv dalğada olmalısan. Ümidim bağlıdır yalnız Allah'a, əlbəttə belə də olmalıdır bu. Bir olan Allah'a inanaq gərək, bağlanaq ürəkdən. Mənasız sözləri, boş işləri biz kənar etməli. Hər iki dünyada insanlıq adına layiqli olmalı. Zaman zaman nəfsə qalib gələrək özünü tapmalı. Qiyamət qopacağı gün günahkarlar bir saatdən artıq qalmadıqlarına and içərlər. 60 il ömrün yarısı yuxuda, yarısı da xəyalda. Yarısı məktəbdə, yarısı metroda, yarısı da bazarda. 50 yaş oldu, qapı döyüldü, sən nə tez qocaldın. Xəstəlik gəldi, sən nə yaşadın bu qısa zamanda. Yer üzündəki 70 il ömür göylərdə 51 dəqiqədir. Bu 51 dəqiqəni pozitiv olsan yeter. Rəbbinin dərgahında bir gün sizin saydığınızın 1000 ili kimidir. Mələklər və ruh onun dərgahına 50.000 ilə bərabər olan bir gündə qalxarlar. Ümidi üzməsən uca Rəbbindən, əlbəttə mənasız yaranmadın sən. Bir olan Allah'a inanan gərək, bağlanaq ürəkdən. Mənasız sözləri, boş işləri biz kənar etməli. Hər iki dünyada insanlıq adına layiqli olmalı. Zaman zaman nəfsə qalib